Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodik üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü mövzumuz effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləridir. Bildiyiniz kimi, təlim-tədris prosesinin düzgün qurulması üçün ən önəmli məqamlardan biri də müəllimin şagirdlərlə olan münasibətidir. Müəllim-şagird arasında olan pozitiv münasibət hörmət və qarşılıqlı dəyərlərə əsaslanır, qarşılıqlı inama əsaslanır. Müəllim şagirdlərlə nə qədər xoş münasibət qurarsa, aralarında münasibəti nə qədər doğru şəkildə irəlidərsə, şagirdin belə deyək, davranışı, akademik nailiyyətləri bir o qədər yaxşı olar. Müəllim şagirdlə arasındakı münasibəti doğru şəkildə qurmaq üçün bir neçə məqama diqqət yetirməlidir. Bunlardan birincisi müəllim şagirdi olduğu kimi qəbul etməlidir. Yəni ki, müəllim şagirdləri sevməli və onları olduğu kimi qəbul etməlidir. Şagirdlərin necə davranmasından asılı olmayaraq, müəllim onlara qarşı xoş bir münasibət bəsləməli və onları səmimi şəkildə sevməlidir. Lakin bunu qeyd etmək lazımdır ki, şagirdlə aramızda olan həmin o münasibəti müəyyən bir sərhəddə saxlamaq lazımdır. Yəni ki, dost münasibəti qurmaq olmaz şagirdlə. Çünki dost münasibəti qurduqda bir yerdən sonra şagird bundan sui-istifadə edir və müəllimi ciddiyə almır. Şagirdə mütləq şəkildə səmimi bir münasibət göstərmək lazımdır. Ona empatiya qurmaq lazımdır. Onu başa düşmək lazımdır. Pozitiv bir yanaşma göstərmək lazımdır. Amma sərhədlərimizi qoruyaraq təbii ki. Yəni ki, şagirdlər bilməlidir ki, hansı davranış icazə var, hansı davranış sərhədləri aşır. Şagirdlərə göstərdiyimiz bu xoş münasibətin dost münasibəti olmadığını şagirdlərə başa salmaq lazımdır. Yəni, ilin əvvəlindən, ilk günlərindən müəllim öz rolunu və şagirdlərin rolunu şagirdlərə izah etməlidir. Onlar şagirdlər dərk etməlidir ki, şagird missiyası ayrıdır, müəllim missiyası ayrı tutaq ki, aralarında olan bu münasibət dostluq münasibəti ola bilməz. Müəllim şagirdə nə qədər pozitiv bir enerji ötürsə, ondan da o qədər pozitiv nailiyyətlər əldə edər. Çünki şagirdlər müəllimdən kobud, sərt bir davranış gördükdə artıq həmin o fənnə olan maraqları da azalır. Hətta bəzi müəllimlər müsbət bir rəy bildirməkdə, hər hansı bir tutaq ki, şagirdin nailiyyətini tərifləməkdə xəsislik edirlər. Düşünürlər ki, şagirdi tərifləsələr artıq onu əvvəlki kimi nailiyyət göstərməyəcək. Həqiqətən də bəzən belə olur, yəni şagird təriflədikdə artıq o əvvəlki kimi nailiyyət göstərmir. Çünki şagirdin məqsədi o tərifi almaqdır. Bəzən elə olur ki, şagirdlərin məqsədi, oxumaqdakı məqsədi sadəcə müəllim tərəfdən tərif almaqdır, yüksək qiymət almaqdır. Belə olan halda artıq o yüksək qiymətini alanda və yaxud da ki, müəllim onu təriflədikdə artıq əvvəlki kimi nailiyyət göstərmir. Çünki məqsədinə çatdı. Biz isə şagirdlərə əsas olanın, yəni önəmli olanın qiymət almaq və yaxud tərifləmək olmadığını izah etməliyik. Müəllim və şagird arasında pozitiv münasibətin dəqiq bir, belə deyək, qaydası yoxdur. Lakin bunun üçün bir neçə məqamlar var ki, onlara diqqət yetirərək və müəllim də özündən bir şeylər əlavə edərək şagirdlər arasında xoş bir münasibət qura bilər. Məsələn, şagirdlər üçün müxtəlif tədbirlər təşkil edə bilər müəllim, oyunlar təşkil edə bilər. Şagirdlərin uğurlarını vurğulaya bilər, uğurları üçün şagirdləri təbrik edə bilər və yaxud da şagirdlərin hər hansı birinin ad günüdürsə, dərsə başlamazdan əvvəl dərsə mane olmamaq şərti ilə onun ad günü sözlü şəkildə təbrik edə bilər. Belə məqamlar da var ki, müəllim nə qədər uğurlu bir fəaliyyət göstərsə də, bəzən elə olur ki, bəzi şagirdlər müəllimlə soyuq bir münasibət qurur. Bu kimi halların qarşısını almaq üçün əlavə vaxtlarda həmin o şagirdin iştirak etdiyi hər hansı bir yarışda mı, tədbirdə mi iştirak edərək həmin şagirdi dəstəklədiyinizi hiss etdirməlisiniz şagirdə. Bu sayədə arada olan soyuq münasibətdə zamanla azalacaqdır. Həmçinin müəllim fiziki davranışı ilə də şagirdlərdən maraq oyatmalıdır. Necə? Yəni ki, şagirdlərə gülümsəyərək nitq qurmalıdır və yaxud da ki, onlarla danışarkən göz kontaktı qurmalıdır. Müxtəlif yumorlardan istifadə edə bilər. Daimi olaraq kobud, sərt, negativ bir münasibət göstərəriksə, şagirdlərlə aramızda olan münasibət də negativə yönələr. Müəllim və şagirdlər arasındakı münasibətdə iki üslub vardır. Birincisi demokratik üslubdur. İkincisi avtoritar üslubdur. Demokratik üslubda humanizm vardır. Həssaslıqla yanaşılır, qarşılıqlı tərəfdaşlıq vardır. Bərabər hüquqlar qorunur burada. Müəllim şagirdə empatiya ilə yanaşır. Və burada tərəflər müəllim və şagird, yəni hər ikisi subyektdir.
Bu üslubda müəllim şagirdləri qərar qəbul edərkən qərar qəbul etməyə çağırır. Onların fikrini və göstəricilərini deyil, həmçinin fərdi xüsusiyyətlərini də nəzərə alır. Avtoritar üslubda isə tərəflər müəllim şagird, yəni subyekt deyil, obyekt subyektdir. Yəni müəllim subyekt rolunda, şagird isə obyekt rolundadır. Burada qərarlar bir tərəfli şəkildə müəllim tərəfindən qəbul olunur. Sərt şəkildə bir nəzarət vardır şagirdlərin üstündə. Şagirdlərin fikrinin nəzərə alınmaması halları vardır və yaxud da ki, qərarların şagird qarşısında əsaslandırılmaması vardır. Tutaq ki, hər hansı bir qayda qoyulur və qərar qoyulur. Şagirdə bu izah edilmir. Mən müəlliməm, mən dedimsə belə də olmalıdır yanaşması vardır. Burada sadəcə əmr və nəsihətlər vardır. Müəllim şagirdlərlə sərt bir simada danışır və əmr və nəsihətlərdən istifadə edir əsasən. Təbii ki, bu üslublardan doğru olanı demokratik üslubdur. Bunu qeyd edək ki, müəllim-şagird münasibətlərinin doğru tənzimlənməsi zamanı müəllim də öz davranışlarına diqqət yetirməlidir. Çünki nümunədir şagirdlərə. Yəni ki, müəllim sinifdə şagirdlərlə dialoq qurarkən ədəbi dildən istifadə etməyə çalışmalıdır. Sinifdəki şagirdlərin istifadə etdiyi dialektlərə hörmətlə yanaşmalıdır. Lakin hər birini, belə deyək, ədəbi dildən istifadə etməyə də həvəsləndirməlidir. Həmçinin tutaq ki, müəllim şagirdlərin bir-birlərinə qarşı mədəni davranmalarını istəyirsə, bir-birlərinin xətrinə dəyməmələrini istəyirsə, onda özü də o formada davranmalıdır. Əgər şagirdlərə deyirsə bir-birinizdən kobud davranmayın, eyni şəkildə müəllim özü də şagirdlərlə kobud davranmamalıdır. Həmçinin müəllim şagirdlərlə ünsiyyət qurarkən zəhmət olmasa, təşəkkür edirəm, xahiş edirəm kimi sözlərdən istifadə etməli və şagirdlərin də bir-biri ilə ünsiyyətdə əmr deyil, xahiş cümlələrindən istifadə etmələrini istəməlidir. Həmçinin dialoq qurarkən səs tonumuza da diqqət yetirməliyik. Daim sakit və idarə olunan səs vacibdir. Müxtəlif situasiyalara görə səs tonunda bir, belə deyək, dəyişiklik ola bilər. Lakin bu, müəllimin davamlı olaraq qışqırması və yaxud da ki, şagirdlərə adi bir sözü belə qışqıraraq sərt bir şəkildə deməsi demək deyil. Yəni, bu yanlışdır. Deməli, indi isə biz müəllim-valideyn münasibətlərinə baxaq. Biz daha əvvəl demişdik ki, təlim-tədris prosesinin doğru qurulması üçün 3 tərəfində olması mütləqdir. Müəllim, şagird, valideyn. Yəni, bunlardan biri belə olmasa, bu proses doğru şəkildə qurulmur. Yəni ki, valideynin tədris prosesinə cəlb olunması şagirdin akademik nailiyyətində və şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Valideynin cəlb olması dedikdə burada nə nəzərdə tutulur? Yəni ki, öz övladı haqqında məlumata sahibdir. Övladının, belə deyək, davranışlarından xəbərdardır, nailiyyətlərindən xəbərdardır. Övladının sosial, emosional vəziyyətindən xəbərdardır, məktəbə keçirilən tədbirlərdən məlumatlıdır. Bəzən elə olur ki, müəyyən valideynlər məktəbə çox az gəlir, övladı ilə heç maraqlanmır. Demək olar ki, iclasların heç birində iştirak etmir. Bu kimi hallar müəyyən səbəblərdən baş verir, təəssüf ki. Yəni, bunun bir neçə səbəbi ola bilər. Elə ola bilər ki, valideynin iş saatı çoxdur, yəni məktəbə gəlməyə vaxtı yoxdur və yaxud da müəllimlə əlaqə saxlamağa vaxtı yoxdur. Və yaxud da bəzi valideynlər bunun lazımsız olduğunu düşünür, yəni laqeyd münasibət göstərir, yəni gərəksiz olduğunu düşünür müəllimlə əlaqə qurmağın. Bəziləri isə ümumiyyətlə iclaslarda iştirak etmək istəmir. Tutaq ki, hər hansı bir iclasda iştirak edib, həmin iclasda toplu şəkildə valideynlərlə söhbət aparılarkən öz övladı haqqında mənfi rəylər eşitdiyi üçün artıq övladına da tutaq ki, mənfi, negativ bir enerji ötürüb deyək və daha sonra da iclaslarda iştirak etməkdən imtina edib. Valideynin təlim-tədris prosesindən bu şəkildə uzaq durmasından qarşısını almaq üçün müəllim bir neçə üsuldan istifadə edə bilər. Məsələn, valideynlərlə olan ilk ünsiyyətin pozitiv olmasına çalışır müəllim. Şagirdlərin irəliləyişləri haqqında valideynə qeydlər yollayır, tutaq ki, və yaxud da ki, tədris ilinin əvvəlində salamlama məktubu yollaya bilər. Bu kimi müxtəlif şəkildə müəllim valideynlə əlaqə qurmağa çalışmalıdır. Daha sonra pozitiv valideyn iclası keçirdə bilər. Yəni, valideynlərlə olan ilk ünsiyyətin pozitiv olması məqsədi ilə ilk həftələrdən, tədris ilinin ilk həftələrindən iclas keçirdə bilər. Və bu iclasda müxtəlif tanışlıqlar ola bilər və yaxud da ki, pozitiv istiqamətdə müxtəlif rəylər bildirə bilər müəllim. Bu sayədə valideynlərin də məktəbə qarşı, müəllimə qarşı olan münasibətləri pozitivə yönələr və daha çox, deyək, bu prosesdə iştirak edərlər. Bunu qeyd edək ki, əksər müəllimlər sadəcə mənfi məqamlarda valideyn əlaqə saxlayır. Yəni ki, şagirdin nailiyyəti aşağıdır və yaxud da ki, nadinclikdir və yaxud da ki, hər hansı bir problem var, həmin anlarda əlaqə saxlayır. Bu da valideynin, belə deyək, şuuraltına mənfi bir
düşüncə formalaşdırır ki, ha, müəllim zəng eləyir, yenə nəsə eləyib, yenə şagird nəsə eləyib və yaxud da ki, valideynlər iclasıdır, ay yenə nəsə problem var, məni hansısa bir problemə görə çağırırlar və s. Bunun üçün daha çox pozitiv məqamda valideynlərlə əlaqə saxlamaq lazımdır. Tutaq ki, şagird yaxşı bir nailiyyət göstərdi və yaxud hər hansı bir yarışda yüksək nəticə əldə etdi, qrup içində yaxşı fəaliyyət göstərdi, bugünkü dərsi çox yaxşı başa düşüb, özünü çox doğru şəkildə ifadə edib. Bu kimi məqamlar haqqında da valideynə hər hansı bir mesaj yaza bilər və yaxud onunla əlaqə saxlayaraq ona bu haqda məlumat göndərməlidir. Valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə məqama diqqət yetirmək lazımdır. Məsələn, bunlardan biri məxfiliyi qorumaqdır. Həm şagirdlərlə, həm onların valideynlərinə göstərilən münasibətin vacib tərəflərindən biri də məxfiliyin qorunmasıdır. Yəni ki, şagirdin test nəticələri ola bilər, onun sağlamlıq vəziyyəti ola bilər, davranış məsələləri və yaxud da ailə daxili məsələlər ola bilər. Bunların hamısı gizliliyi qoruyaraq bildirilməlidir valideynlərə. Müxtəlif məsələlərdə valideyni anladığımızı göstərməliyik. Yəni ki, müəllim valideynlə hər hansı bir dialoq qurduğu zaman valideyni sona qədər dinləməli və onu doğru şəkildə anlayıb anlamadığını ona bildirməlidir. Bu şəkildə qurulan nitq valideyn tərəfindən xoş bir təəssürat yaradır. Daha sonra ailə ilə empatiya qurmaq lazımdır, təşəbbüsü ələ almaq lazımdır, həmçinin təkidli və israrlı olmaq lazımdır. Yəni, bəzən elə olur ki, valideynlə əlaqə yaratmaq müəyyən bir vaxt aparır. Yəni, elə ola bilər ki, birinci, ikinci, hətta üçüncü cəhddə belə valideynlə əlaqə qurmaq mümkün olmur. Yəni, bunun bir neçə səbəbi ola bilər. Yəni, onun üçün müxtəlif yollardan istifadə edərək valideynlərlə əlaqə saxlamaq lazımdır. Hətta ki, yazdığınız mesajlarında onların gördüyündən əmin olmaq lazımdır. Gördüyünüz kimi, həm müəllim-şagird münasibətləri, həm də müəllim-valideyn münasibətləri təlim-tədris prosesinin doğru qurulmasında çox önəmli məqamlardandır. Həmçinin MİQ imtahanlarında da müxtəlif bir situasiya verilir və situasiyaya müxtəlif yanaşmalar olur. O yanaşmalarında doğru olmadığı sizdən soruşulur. Onun üçün bu məqamlara mütləq şəkildə diqqət yetirməlisiniz. Dərsimiz bura qədər idi. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.